Elşad Xose reper. Haqlı olaraq bayıldan əlini belə açır və 2025-i belə yola verdik. 2026 necə olacaq? Belə bir kəlmə söz deyir və orada bir söyüşvari mi deyim, ya bir balaca ədəbsiz bir cümlə işlədir. Zaten elə ədəbsiz vəziyyətdir orada. Və bunu bəhanə edib 10 sutka həbs eləyirlər Vilayət Eyvazov. Və deyirlər ki, qıraqdan kimsə bunun söydüyünü eşidib, söyüşvari cümlə dediyini. Baxın, gəlin bir baxaq. Yola saldığımız 2025-ci ildə Bayır şəhəri. Görək, yeni gələn 26-cı ildə yeni məkanlar tapa bilirikmi? Bayır şəhəri Pox günündə oldu, yəni Cındır günündə oldu. Belə bir kəlmə deyirdi də. Və 2026 görə necə olacaq və dalda da görür ki, bayırı dağıdıblar da küçələri. Belə bir söz deyən adamı göt gündə, Pox günündədir, buranı dağıdıblar. Belə bir adamı basırlar içəri, o sözü dediyinə görə. Yaş sual ortaya çıxır. Gecə gündüz xalqı təhqir eləyən, bütün qaziləri söyən, türmədə olanları söyənlər, bunlar hamısı təhqir edilir toliklər tərəfindən, cındırlar tərəfindən, tiktokerlər, baboş xalqı təhqir elədikləri olubdur. Və bunlar niyə görə həbs edilmir? Niyə görə Elşad Xose bir cümlə deyəndə həbs edilir? Amma başqaları həbs edilmir. Niyə? Bədənini satırlar, söyüşün biri bir qəpik. Polisi söyən var, adam var, mənə atıblar. Deyir, İlhamı da lazım olsa söyərəm. Bezpan Gəncəli reperdə artıq öldürüblər. Öldürməsəydilər ortada olardı. Mehriban Əliyeva və Emin Ağalarov onun ölüm fərmanını verdilər. Ölüm fərmanına nədən olan o kazinonun açılışı ərəfəsində qumar oynadanın anasını, belə bir rep dedi, qumar oynadanın anasını. Və Bezpanın milyonlarla izləyicisi var idi və Bezpan yoxa çıxdı. Öldürmək istəyirlər, bir dəfə mən danışdım, öldürənmədilər. İkinci dəfə öldürə bildilər. Axırı mənə xüsusi xidmət orqanlarından bizə yaxın olan mənbələr dedi ki, çox güman ki, öldürüblər və siz bunu işıqlandırsanız daha yaxşı olur. Mən dedim işıqlandırım. Və Bezpanı Mehriban Əliyeva Emin Ağalarovdan öldürdü.